101-ci suala baxaq. Deməli, tənliyini həll edin və x-in kök altında x ifadəsinin qiymətini tapın. Əvvəlcə burada 2 kök altında x-i a ilə əvəz etməliyik. Bunu a çıxılsın. Bu 2 üstü 2 plus kök altında x-i 2-nin kvadratı vurulsun. 2 üstü kök altında x şəklində yazmaq olar. Və 48-də olduğu kimi saxlayaq. Bərabərdir 0. 2 üstü kök altında x-i a ilə əvəz etmişik. A çıxılsın. 2-nin kvadratı 4 vurulsun a. Üstə gəlsin 48 bərabərdir 0. A-dan 4-dan çıxanda qalacaq mənfi 3-a. 48-i sağ tərəfə atanda qalacaq mənfi 48. A da bərabərdir 48 bölünsün 3. Bu da bərabərdir 16-ya. Mənfi müsbət oldu. A-yımız oldu 16. İndi biz 2 kök altında x-i a ilə əvəz etmişdik. A-nın yerinə aparaq 16-nı qoyaq. Burada 2 kök altında x olduğu şəklində 16-nı 2-nin qüvvət şəklində yazı 2 üstü 4 olacaq. Buradan da kök altında x-imiz bərabərdir 4-ə. Hər tərəfi kvadrata yüksəltsək 4-ün kvadratı x də bərabərdir 16. Bizdən deməli x çıxılsın. Kök altında x istəyirdi. Buradan x-imiz 16, kök altında x-imiz də 4-ə bərabərdir. 16 çıxılsın 4 cavab oldu 12.